Azərbaycanda, xüsusilə də Abşeron yarımadasında hazırda kəskin hava şəraiti hökm sürür. Güclü şimal-qərb küləyi və çovğun müşahidə olunur. Bakıda və Abşeron ərazisində küləyin sürəti maksimal olaraq saniyədə 28 metrə çatıb. Sferaz xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib. Onun sözlərinə görə ölkə ərazisində müşahidə olunan hava şəraiti mürəkkəb sinoptik proseslərinin təsiri ilə formalaşıb. Fevralın 3-ü axşam saatlarından etibarən şimal-qərbdən daxil olan Arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub. Bununla yanaşı, Aralıq dənizi siklonunun rütubətli təsiri nəticəsində buludluluq artıb, bir sıra ərazilərdə yağış, bəzi yerlərdə isə sulu qar və qar yağışı qeydə alınıb. Fərqli xüsusiyyətlərə malik hava kütlələrinin toqquşması atmosferdə təzyiq fərqini artırıb və qeyri-sabit hava şəraiti yaradıb. Bu isə küləyin daha da güclənməsi və yağıntıların intensivləşməsi ilə müşayiət olunur. Gülnarə Abbasova bildirib ki, küləkli və soyuq hava şəraitinin fevralın 5-i səhər saatlarına dək davam edəcəyi gözlənilir. Fevralın 4-dən 5-nə keçən gecə atmosfer yarımadasının bəzi ərazilərində temperaturun 0 dərəcədən -2 dərəcəyə dək enməsi nəticəsində yolların buz bağlaması ehtimalı var. Bölgələrdə isə intensiv yağıntılar davam edəcək. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yolların buzlaşacağı proqnozlaşdırılır. Şəxsi rəyimcə, belə hava şəraitində vətəndaşlar xüsusilə diqqətli olmalı, mümkün qədər zəruri olmadıqca yola çıxmamalıdırlar. Sürücülər məsafəni qoruyaraq ehtiyatla hərəkət etməli, piyadalar isə buzlanma riskini nəzərə almalıdırlar. Aidiyyatı qurumların xəbərdarlıqlarına əməl etmək həm təhlükəsizlik, həm də xoşagəlməz halların qarşısının alınması baxımından vacibdir.